Göstərici nömrəli sual tiplərində necə yanaşacağıq? Əvvəlcə bizə deyir ki, AMC düzbucaqlı üçbucaqdır və BAM EMAY-yə bərabərdir. Yəni buradakı bucağımız alfadırsa, bu bucaq da alfadır. Daha sonra buranın 90 olduğunu bizə qeyd eləyib, aşağı 4-dür, YS də 9-dur. Bu zaman biz H-ı tapa bilərikmi AY-ni? Çünki deyirik ki, AY-nin kvadratı bərabərdir 4 vur 9-a. Yəni AY olacaq 6. Bu bir. İkincisi, bəs AM-i tapa bilərikmi? Bəli, kök altında 52 eləyəcək. Hardan bilirəm? AM-in kvadratı bərabərdir 6-ın kvadratı üstəgəl 4-ün kvadratı. Bu da eləyəcək 36 üstəgəl 16, yəni 52. Kök altda 52-ni verəcək bura bizə. İndi, məsələn, bura x deyək, bura y deyək. Üçbucaqda qayda var idi, elə deyilmi? Daha doğrusu, üçbucağın tənbələni çəkilərsə qayda belə idi. Deyirdik ki, qaydamız bu idi ki, bizim verilmiş üçbucaqda nədir? Y-ın x-a nisbəti bərabərdir 6-nın 4-ə nisbətinə. Buradan çarpaz vuranda 4y bərabərdir 6x-a və hər tərəfi 2-yə böləndə 2y bərabərdir 3x-a. Buradan y-a biz 3k, x-a da biz 2k deyə bilərik. Gətirib yerinə qoysam, buna deyərəm x-a 2k, y-a da 3k deyəcəm. Daha sonra, indi bir şey fikir verin. Qayda var idi axı ki, tənbölən zamanı L bərabərdir AB vur kök altında S M N-ə. Yəni nəyə? L bərabərdir kök altında AB çıxılsın M N. Buradan da yazaq ki, L-imiz neçədir? Kökdə 52. Kökdə 52 bərabərdir 3k kök altında vur 6 çıxılsın 2k vur 4. Bunu da açıb yazanda 52 bərabərdir 18k çıxılsın 2k-nı 4-ə vuranda 8k. 52 bərabərdir 18-dən 8 çıxanda qalır 10k. K da bərabərdir 5,2-yə. Bizdən nə istəyir? MB-ni istəyir. MB 5,2-dirsə, gətirib 2-yə vuracaq. 2 vur 5,2. Bu da bizə verəcək 10,4B variantını.